Salam. Bugün Telegram kanalımda paylaşdığım Reported Speech adlı sınavımızın izahına baxırıq. Bildiyiniz kimi 2025 toplularına, həmçinin 2025-ci ildə çərçivəyə 11-ci siniflər üçün proqrama yeni mövzular əlavə olunmuşdur. Onlardan biri də vasitəli, vasitəsiz nitq məsələsi idi. İkinci isə topluda az sayda suallar əlavə olunubdur. Müəllim olaraq biz deyə bilmərik ki, 90 və ya 100% imtahana bu mövzu və ya ümumiyyətcə yeni mövzular düşəcək və ya düşməyəcək. Bunu deyə bilmərik. Amma proqramda varsa, abituriyent jurnalında və topluda varsa, hər ehtimal bütün mövzular, bütün proqram üzrə hazırlaşmaq lazımdır. Topluda buna aid testlər az sayda olduğuna görə az-az yeni mövzular üzrə sınaqlar hazırlamışam. Bunu həm öz şagirdlərimlə, həm də ki, sizlər üçün Telegram kanalımda paylaşmışam. İndi isə çoxsaylı istəyə əsasən sonuncu paylaşdığım sınağın izahına baxırıq. İlk öncə qeyd edeyim ki, bu mövzunu yaxşı mənimsəmək üçün ilk növbədə qaydalarını öyrənmək lazımdır. Qaydaları burada bəzi feillər var ki, onlardan sonra to və ya that bağlayıcısının gəlib-gəlməməsinə diqqət etmək lazımdır. İlk öncə qeyd edeyim. Bu tipli testləri yazmaq üçün, rahat yazmaq üçün siz bəzi nüanslara diqqət etməlisiniz. Onlardan biri baş cümlə, budaq cümlə məsələsidir. Bəs sizin baş cümləniz və budaq cümləniz hansıdır? Bunu burada bir neçə cümlə üzərində göstərim. Belə qısaca yadda saxlamaq istəyirsinizsə, bağlayıcıya qədər olan hissə sizin baş cümlənizdir. Bağlayıcıdan sonra olan hissə isə sizin budaq cümlənizdir. Asanlıqla belə yada saxlaya bilərsiniz. Zamanlara diqqət etmək lazımdır. Qayda 1. Əgər sizin baş cümləniz indiki zamandadırsa, budaq cümlə istənilən zamanda ola bilər. Buna gələcək zamanda aiddir, keçmiş və indiki də aiddir. Nümunəyə baxsaq, bizim baş cümləmiz burada indiki zamandadır, budaq cümləmiz isə keçmiş zamandadır. Yəni, bu tamamilə doğru bir cümlədir. Əsas məsələ, baş cümlə sizin keçmiş zamandadırsa, budaq cümləniz yalnız keçmişdə olmalıdır. Yəni, bağlayıcıdan sonra olan hissə gələcək zamanda, indiki zamanda ola bilməz. Məsələn, sonuncu cümləmizdə bizim baş cümləmiz keçmişdədir, amma have işlənibdir. Have də indiki bitmiş zamanda, yəni indiki zamanda ola bilməz. Mütləq zaman uzlaşması qorunmalıdır, keçmiş zamanda olmalıdır. Diqqət etməli nüans biri bu idi. İkinci olaraq nəyə diqqət etməlisiniz? Bağlayıcıdan sonra gələn hissə mübtada xəbər olmalıdır. Yəni, complete sentence qaydası kimi bağlayıcılar olsun. Bunlardan sonra köməkçi feil, modal feil, əsas feil gələ bilməz. Birbaşa mübtada gəlməlidir. Məsələn, bu bizim baş cümləmizdir və yumru olaraq işarələdiyim bizim mübtadamızdır. Yəni, xəbərlər heç cürə qabağa keçə bilməz. Birinci mübtada gəlməlidir. İstisna olaraq yalnız who və whatdan sonra birbaşa xəbər gələ bilər. Bu ikinci qayda. Üçüncü olaraq nəyə diqqət edirsiniz? Artıq burada bəzi feillər var ki, onların qeydlərə, qaydalara baxmaq lazımdır. Məsələn, say feili, həmçinin bunun keçmiş zaman forması said. Əgər bu feildən sonra obyekt əvəzliyi me, you, her, him, them gələrsə, mütləq surətdə aralarında to işlənməlidir. Bu feildən sonra that gələ də bilər, gəlməyə də bilər. Doğru variantlar. Əgər siz variantlarda bu forma ilə, yəni birbaşa obyekt əvəzliyi gələn forma ilə qarşılaşsanız, bu səhv variantdır. Mütləq obyekt əvəzliyi ilə feil arasında to olmalıdır. Həmçinin də that gələ də bilər, gəlməyə də bilər. Ask. Bu feil özündən sonra to qəbul etmir. Yəni, bu feildən sonra to ola bilməz. Həmçinin tell. Bundan da sonra əgər obyekt əvəzlikləri də bunlardır. Gələrsə, heç cürə to gələ bilməz. Həmin variantları çıxırsınız. Daha sonra ask və tell-i birləşdirən digər ortaq cəhətlərdən biri. Bunlardan sonra that bağlayıcı gələ bilməz. Tell-də belə bir vəziyyət var ki, əgər tell-la that bağlayıcısının arasında obyekt əvəzliyi və ya adlıq halda olan isimdə işlənərsə, that bağlayıcısı bəli, gələ bilər. Amma
Ask olan cümlədə qətiyyən that işlənmir. Ortalarında bir söz olsa belə işlənmir, gələ bilməz. Bu əsas qaydalardan biridir. Daha sonra ask for, ask to məsələsi. Askdan sonra biz nə zaman for götürərik, nə zaman to. Əgər askdan sonra cansız isim gələrsə, for götürürsünüz, fail gələrsə, to götürürsünüz. Təsdiqdə to, inkarda not to. Qaydalar bununla bitmədi. Bizim topluya yeni əlavə olunanların mövzulardan biri də suggest qaydası var. Həmçinin də to-lu gələn feillər. Bu feillər əzbərlənməlidir. Birinci deməli, çərçivədə olan feillər əzbərlənməlidir ki, tell, command, order, warn. Bunlardan sonra mütləq surətdə obyekt əvəzli gəldikdən sonra fail to ilə işlənməlidir. Təsdiqdə to, inkarda notdur. Əzbərləyirsiniz ki, bu feillərdən sonra ing olmaz, to-suz feil olmaz. Yəni siz variantlarda bu formada gördünüzsə, deməli səhvdir. Mütləq not varsa, to-su da olmalıdır. Və ya fail varsa, obyekt əvəzliyinin arasında to işlənməlidir. Amma bizim bəzi feillərimiz var ki, onlarda tamamilə vəziyyət fərqlidir. 5 dənə ikinci çərçivədəki olan feillər. Bunlardan sonra iki quruluş gələ bilər. Birinci quruluş that, mübtəda şud xəbər. Mötərizəyə aldığım sözlər işlənə bilər, işlənməyə də bilər. Yəni məcburi deyil. Birbaşa mübtəda xəbər də gələ bilər. Məsələn, we read. Birbaşa mübtəda xəbər də gələ bilər. Əsas nəyə diqqət edirsiniz? Bu feillərdən sonra to olmaz, ing-siz feil olmaz. Əgər ing-li feil gəlibsə, ing ilə həmin feilin arasına heç bir söz daxil ola bilməz. Bu bizim qaydalarımız idi. Bununla bitmədi. Bir dənə də son qayda var. O da ki, bəzi sözlər var ki, onlar budaq cümlədə işlənmir. Mütləq bunlar da əzbərlənməlidir. Today, tomorrow, yesterday, now, ego. Yəni bu birinci sütunda gördüyünüz sözlər budaq cümlədə işlənə bilməz. Siz bunları həmin indirect statements, yəni variantların sonunda görsəniz, bilin ki, səhvdir. O olan variantları çıxırsınız. Gəlin isə bunlara testlər üzərində izahına baxaq, tətbiq eləyək. Deməli, birinci sualla başlayaq. Birinci sualda bizdən düzgün variantı istəyir. A variantında baş cümlə keçmişdədir. Əgər baş cümlə keçmişdədirsə, budaq cümlə keçmişdə olmalıydı, is yox, was olmalıydı. Daha sonra cümlənin sonunda tomorrow işlənibdir. Biz demişik ki, bu sözlər budaq cümlədə işlənməz, səhvdir. Tolddan sonra that gəlməz. Sonra D ilə Y variantı arasında qaldıqda isə biz Y variantında görürük ki, Z-dən sonra obyekt əvəzli gəlibdir, amma to-su yoxdur. Mütləq to işlənməlidir. Doğru cavabımız D variantı. İkinci sualda A variantında askdan sonra that işlənməz. C variantında askdan sonra to gəlməz. Tolddan sonra obyekt əvəzliyi gəlirsə, ondan sonra gələn feil to-lu işlənməli idi. Burada to-su yoxdur. Səhvdir. Y variantında askdan sonra əgər demişik ki, feil varsa to olmalıydı. For yox. For cansızlar zamanı. B variantı doğrudur. İndi deyərsiniz ki, bizim baş cümləmiz keçmişdədir, amma budaq cümlə indiki zamanda. İstisna bir qayda var ki, əgər bizim baş cümləmiz keçmişdədirsə, budaq cümlə indiki zamanda ola bilər. Hansı halda? 1. Əgər budaq cümlədəki hərəkət təbiət hadisələrini və ümumi həqiqətləri bildirirsə, bu zaman biz zamanı dəyişə bilmərik. Olduğu kimi saxlaya bilərik. Məsələn, yer kürəsinin dairəvi formada olması bir həqiqətdir və biz bunu dəyişə bilmərik. Ona görə də indiki zamanda olduğu kimi saxlayırıq. Davam edirik. Üçüncü sualda burada deməli this işlənibdir, that olmalıydı, səhvdir. Sonra B variantında baş cümlə keçmiş zamandadır, amma budaq cümləmiz indiki zamandadır, səhvdir. Sonra C variantında səhvimiz nədir? What time bizim deyək ki, bağlayıcımızdır burada. Özündən sonra birbaşa xəbər gəlibdir. It was olmalıydı. Nəqli cümlə strukturu qorunub saxlanılmalıdır, mübtəda xəbər. D variantında today işlənə bilməz. Cavabımız Y variantı. Yəni burada gördüyünüz
Birinci feillər mütləq sürətdə əzbərlənməlidir ki, bunlar budaq cümlədə işlənmirlər. Dördüncü sualda bizim birinci cümlə, baş cümləmiz, yəni keçmişdə, budaq cümləmiz indiki zamanda səhvdir, olmaz. B variantında baş cümlə keçmişdə, budaq cümlə gələcəkdə olmaz. Yəni would olmalıydı burada, keçmişdə olmalıydı. C variantında da həmin qayda baş cümlə keçmişdə, budaq cümlə indiki zamanda səhvdir. D-də askdan sonra that gəlməz. Bu da səhvdir. Doğru cavab Y. Beşinci sualda A variantı ilə bizim doğru cavabımızdır. Digər variantlar niyə səhvdir? Here işlənmir. D olmalıydı. C-dən sonra to o zaman gələr ki, özündən sonra obyekt əvəzliyi gəlsin. Amma obyekt əvəzliyi yoxdur burada. Səhvdir. D variantında baş cümlə keçmiş zamanda, budaq cümlə indikidə səhvdir. Y variantında how much-dan sonra mübtada gəlməli idi. Birbaşa xəbər gələ bilməz. Altıncı sualda now işlənmir. Yəni now, məsələn, çevrilib then olmalıydı. B-də told-dan sonra to gəlmir. Doğru cavabımız burada elə C-dir. Heç bir səhvlik yoxdur. D-də can indiki zamandadır. Keçmiş zamanda could olmalıydı. Səhvdir. Tell-dən sonra to gəlmir. 7-ci sualda told-dan sonra dedik ki, əgər fail varsa mütləq arada to işlənməlidir. To-su yoxdur, səhvdir. Advice to ilə işlənir. Not-dan sonra to hissəci yoxdur, səhvdir. Sonra C variantı bizim doğru cavabımızdır. Yəni ask və özündən sonra fail gəldiyinə görə to işlənibdir, doğrudur. D-də order to'lu feil istəyir. Advice to'lu feil bəli düzdür, amma burada yəlik əvəzli istifadə olunubdur. His yox, him və ya her, yəni obyekt əvəzliyi olmalıdır. Kiçik nüanslara da diqqət etmək lazımdır. 8-ci sualda A variantı ilə bizim doğru cavabımızdır. Yəni bu feilləri mütləq surətdə əzbərləməlisiniz ki, bunlar, bax bu gördükləriniz özündən sonra to'lu feil istəyir. B-də B to'lu feil istəyir, to'su yoxdur, səhvdir. Sonra C-də baş cümlə keçmişdə, budaq cümlə indiki zamanda səhvdir. Told-dan sonra to gəlməz. Y-də isə C-dən sonra obyekt əvəzliyi varsa, arasında mütləq to işlənməlidir, amma yoxdur. 9-cu sualda baş cümlə keçmişdə, budaq cümlə indiki zamanda səhvdir. Askdan sonra cansız isim, şəkər gəlibdir və demişik ki, cansız isim gələrsə for olmalıydı burada, amma for yoxdur, səhvdir. C variantında səhvimiz odur ki, suggest-dən sonra mübtada xəbər gəldikdə xəbər keçmiş zamanda yox, indiki zamanda olmalıdır. Buna görə səhvdir. D variantında doğru cavabdır. Askdan sonra cansız isim gəlibdir və for işlənibdir. Düzdür. Y-də səhv nədir? Recommend-dən sonra ing-li feil gəlməli idi. Boş feil gələ bilməz. Həmçinin də to-lu feil gələ bilməz. 10-cu sualda şərtə diqqətlə baxırıq, bizdən səhv istəyir. Suggest qaydasında dedik ki, that mübdada should xəbər gəlir. Burada olan that və should məcburi deyil. Yazılı da bilər, yazılmaya da bilər. A-da that yazılmayıbdır, should yazılıbdır, düzdür. B-də heç bir səhvlik yoxdur. Yəni that mübdada should xəbər doğrudur. C-də that mübdada xəbər doğrudur. D-də birbaşa mübdada xəbər verilibdir, doğrudur. Y-də səhv nədir? O suggest, yəni bu ikincidə gördüyünüz insist, recommend, request, propose bu isimlərdən, isim deyirəm, yəni feillərlə ing-li feilin arasına söz girə bilməz. Burada ing-li feilin arasına girdiyinə görə səhvdir. 11-ci sualda command özündən sonra to-lu feil istəyir. To-lu feil gəlibdir, elə doğru cavabımız A variantıdır. B-də newspaper cansızdır. Askdan sonra cansız gələrsə to yox, for olar. C-də suggest-dən sonra birbaşa xəbər gəldikdə ing-li olmalıdır, yəni gerund gəlməli idi. Boş feil olmaz. D-də told-dan sonra to gəlməz, Y-də askdan sonra that gəlməz. Əsas o qaydaları öyrənməkdir. Qaydaları öyrəndikdən sonra artıq bir neçə testləri tətbiq etdikdə arxası gəlir. Ask qaydasıdır. Dedik ki, askdan sonra to gəlməz. Askdan sonra that gəlməz. Askdan sonra cansız isim gələrsə for-dan işlənməlidir. Yəni for an apple olmalıydı. C ilə Y arasında
Qaldıqda Y-də səhv nədir? Burada cansız isim gəlibdir. To yox, for olmalıydı. Y-də buna görə səhvdir. Cavabımız olur C variantı. 13-cü sualda recommend. Özündən sonra ing-də feil istəyir, həmçinin də that mübtəda should xəbər quruluşu istəyir. 1-də ing gəlibdir, doğrudur. 2-də that mübtəda xəbər gəlibdir, doğrudur. 3-də bəli, mübtəda xəbər gəlibdir, amma xəbərimiz keçmiş zamandadır. Keçmiş zamanda olmaz, indiki zamanda olmalıdır. Həmçinin də boş feil gələ bilməz, ing-də feil gəlməli idi. Doğru cavabımız D variantı. 14-cü sualda invited özündən sonra to-lu feil istəyir, bəli. Amma obyekt əvəzliyi gəlməli idi. Şəxs əvəzlikləri cümlənin ortasında bu formada işlənə bilməz. Səhvdir. B-də told özündən sonra ing yox, to-lu feil istəyir. Doğru cavabımız burada elə C variantıdır. D-də close faildir. Askdan sonra feil gəldikdə to işlənməlidir. For cansız isim olarsa istifadə olunur. Tolddan sonra that gəlməz. Səhvdir. 15-ci sualda this işlənmir. That-ə çevrilməli idi. Set-dən sonra to o zaman işlənər ki, obyekt əvəzliyi gəlsin. Burada amma zət işlənib deyə səhvdir. C variantında baş cümlə keçmişdədir, amma burada budaq cümlə has onun qısalmış versiyadır və indiki zamandadır. Olmaz, keçmiş zamanda olmalıdır. D ilə Y arasında qaldıqda Y-də baş cümlə keçmişdədir, budaq cümlə amma indiki zamanda o. Amma bu keçmişdə olmalıydı deyə səhvdir, doğru cavabdır. Bizim baş cümləmiz indiki zamanda olduqda, budaq cümlə istənilən zamanda ola bilər. Keçmişdə də ola bilər, indikdə də, gələcəkdə də. Orada heç bir istisna yoxdur. 16-cı sualda baş cümlə keçmişdə, budaq cümlə indiki zamanda səhvdir. Tolddan sonra to gəlməz. Sonra C variantında səhv nədir? Tolddan sonra bax mübtəda xəbər gələr. Amma burada yəlik əvəzliyi gəlibdir. Yəlik əvəzliyindən sonra isim işlənərdi. Obyekt olmalıydı burada. D ilə Y arasında qaldıqda Y-də səhv odur ki, today budaq cümlədə işlənməz. Doğru cavabımız D variantıdır. 17-ci sualda deməli, 17-ci sualda elə doğru cavabımız A variantıdır, heç bir səhvlik yoxdur. The day before yesterday, yəni bu bir birləşmədir. Yesterday burada tək deyil. Ona görə yəni düzdür. B-də tolddan sonra that gəlməz. Askdan sonra to gəlməz. C-dən sonra obyekt əvəzliyi gəlirsə, mütləq arasında to işlənməli idi. Y-də isə apostrof S burada. Aslında bu testdə biraz səhvlik var. Yox, səhvlik yoxdur. Has yox burada. Have olmalıydı. Yəni burada biraz texniki səhvlik olubdur. Amma indiki zamandadır deyə olmaz. Baş cümlə keçmişdədirsə, budaq cümlədə keçmişdə olmalıdır. Elə səhv, ona görə də səhv götürmək olar elə bu variantı. 18-ci sualda setdən sonra obyekt əvəzliyi gəlirsə, mütləq to işlənməli idi. Askdan sonra to gəlməz, tolddan sonra that gəlməz. Y-də isə askdan, ümumiyyətlə that bir cümlədə işlənməz. Doğru cavabımız D. 19-cu sualda ask bizim baş cümləmiz keçmişdədirsə, budaq cümlədə keçmişdə olmalı. Live yox, lived, yəni keçmişdə olmalıydı deyə səhvdir. İkinci düzdür. 3-də və 4-də. 4-də səhv odur ki, feil gəlibdir. To-lu feil işlənməli idi. To-su yoxdur, səhvdir. Cavabımız 2, 3, C variantı. 20-cidə tolddan sonra to gəlməz. Əgər feil gəlirsə, to-lu olmalı idi. To-su yoxdur. 3-dən 4-də heç bir səhvlik yoxdur. Cavabımız Y variantı. Yəni, uşaqlar, siz dediyim qaydaları bir daha təkrarlayım. İlk növbədə zamana diqqət edirsiniz. Bu qaydaya, yəni baş cümləmin indiki zamandadırsa, budaq cümlə istənilən zamanda ola bilər. Yox, keçmiş zamandadırsa, budaq cümlə yalnız keçmişdə olar. Daha sonra diqqət edirsiniz. Bu Nərgisin dəfə verilibdir. Bunları əzbərləyirsiniz ki, bu üstündə olan sözlər budaq cümlədə işlənməz. Daha sonra bu özünün sonra to və ya ing gələn feilləri öyrənirsiniz. Həmçinin də say, ask, tell bunların fərqlərini, qaydasını öyrənirsiniz. Qaydanı öyrənib bir neçə test üzərində tətbiq etdikdə artıq sizə mövzu tam aydın olmuş olacaq. Əgər nəsə bir sualınız olarsa, kommentlərdə qeyd edə bilərsiniz.
Həmçinin də başqa hansı sınaqların izahını istəyirsinizsə, kommentdə qeyd edə bilərsiniz. Bəyənməyi və sinif yoldaşlarınızla, hazırlıq yoldaşlarınızla paylaşmağı unutmayın.